Bu cümləni insanlar ingilis dilinə tərcümə eləmək istəyəndə əsasən artıq sözünü tərcümə eləyə bilmirlər. Həmin bu artıq sözünü iki cür ifadə eləmək olar. Negativ mənada və pozitiv mənada. Əvvəlki videoda negativ mənada necə ifadə eləmək olar onu paylaşmışdıq. Bu videoda isə başa düşürəm. Yəni başa düşmürəm yox, başa düşürəm kimi inkarda yox, təsdiqdə olan formatda gəlin görək bu necə demək olar. İki cür formatda demək olar. Bir now, bir də already. Now indi deməkdir, doğrudur. Yəni indi belədir, əvvəl belə deyildi. Yəni artıq başa düşürəm, indi başa düşürəm bu kimi düşünün. Already isə tam ödəyir bunu. Hətta yadda saxlamaq üçün uşaqlara deyirəm ki, uje kimi yadınızda saxlayın. Bəs sual yarana bilər ki, cümlədə harada istifadə edirik? Now, ürəyi istəyən hər bir yerdə istifadə oluna bilər. Cümlənin sonu, əvvəli, ortası heç bir fərqi yoxdur, sərbəstdir. Ancaq already üçün biz present perfect istifadə edirik. Yəni ki, indiki bitmiş zaman formatı o da necə olur? Have və yaxud da ki, has, sonra isə feilin üçüncü formatı. Və already cümlənin harasında gəlir? Already cümlədə auxiliary-dən sonra gəlir. Yəni köməkçi feildən sonra gəlir. Have, has bizim köməkçi feilimizdir. Yəni birinci have, has gələcək, daha sonra already, daha sonra feilin üçüncü formatı gələcək. Bu şəkildə gəlin birinci now ilə olan formatında bunu tərcümə edək. Artıq bunu başa düşürəm. Yenə də cümlələrimizi SOPT ilə qururuq. Başa düşən kimdir? Mən. Ona görə yazıram bura I. Subject getdi. Nə edirəm? Başa düşürəm. Burada da gördüyümüz kimi ikinci yerdə feili verməliyik. Başa düşmək nədir? Understand. İfadə etdi. Nəyə başa düşürəm? Bunu burada gördüyümüz kimi object it bu şəkildə verəcək. Artıq sözünü isə now ilə burada ifadə edə bilərəm və yaxud da burada da gələ bilər, fərqi yoxdur. Sərbəst dediyim kimi. Already sözünü isə ifadə etsək bu cümlədə belə deyəcəyik. Yenə də hərəkət eləyən mənəm, sonra feilimi verirəm. Feilim isə bu şəkildədir. I have. Artıq sözünü ifadə edirəmsə dediyim kimi, yəni burada have has'dan sonra gəlməlidir. I have already feilimizi üçüncü formada verəsi olsaq understood it. Bu şəkildə. İndi isə sən artıq cavabı bilirəm sözünü tərcümə et və bizim üçün bunu kommentlərdə yaz, yoxlayaq, sənə geri dönüş eləyək.